We are speaking about teaching Paul's ministry to Timothy regarding church life and different problems that surface in church life. Hı. Çox gözəl. Deməli, biz bu dərsdə Həvari Paulun Timoteyə verdiyi təlimdən danışıb dərs veririk və burada əsas məqsəd, əsas istiqamət kilsə həyatı barədə təlimdir və kilsənin daxilində baş verən problemlərin həlli yolunu Həvari Paul Timoteyə izah edir. When he began the epistle, he spoke about healthy in chapter 1, verse 3, that there would not be any other teaching. Məktubu başlayanda 1-ci fəsil 3-cü bənddə o sağlam təlimdən öyrədir Timoteyə və deyir ki, bizdə başqa fərqli bir təlim olmasın gərək. So we could think of a doctor looking at a patient and looking at somebody who has a disease. Buna bir nümunə kimi baxa bilərik. Deyək bir həkim xəstəyə baxır və xəstədə nə xəstəliyin olduğunu müəyyən etməyə çalışır. Yeah. And then the doctor's saying what is healthy. Ondan sonra həkim sağlam nəyin olduğunu deyir, sağlam həyat tərzini öyrədir. So a pastor can actually see a church that is sick, and he could also see a church that is healthy. Eləcə də pastor o kilsəyə baxanda görə bilər ki, kilsədə xəstəli sahələr nədir, eləcə də kilsədə sağlam nədir. And of course, Paul sees problems in the church, so he teaches Timothy how to have a healthy church. Və təbii ki, Həvari Paul baxanda kilsəyə orada problemlər görür və Timoteyə öyrədir ki, necə Timoteyin rəhbərliyi altında kilsə sağlam ola bilər. So in chapter 5, he speaks about widows, but the widows have to meet certain qualifications. Və 5-ci fəsildə o dul qadınlardan danışır, amma dul qadınların da xüsusi xüsusiyyətləri olmalıdır. And he said that sometimes the widows can turn aside to Satan. Və o burada deyir ki, bəzən dul qadınlar bir növ şeytana təslim oluna bilərlər səhv hərəkətlərinə görə. In verse 13 and 14 he says that. O bunu 13-cü və 14-cü bəndlərdə 5-ci fəsildə deyir. They learn to be idle, wandering about from house to house. Deyir, onlar evdən evə gəzərək tənbəlliyə öyrənirlər. They are talking and they are gossiping. They are busybodies. Onlar boş boğazlıq edirlər, çox danışırlar və sözlər danışaraq qeybət edirlər, başqalarının işlərinə burunlarını soxurlar. They are speaking things which they ought not. Deyilməməli sözlər deyib danışırlar. Yeah, so look at that. They should bear children, guide the house, give no occasion to the adversary. In verse 14. 14-cü bənddə onların edilməli işləri haqqında danışılır ki, onlar uşaq doğmalı, evlərini idarə etməlidirlər, düşmənə heç bir böhtan atmaq fürsətini verməməlidirlər. Some have already turned aside after Satan. Və 15-ci bənd deyir ki, artıq bəziləri azıb, şeytan ardınca getmişdir. Yeah, so we have it's very good, isn't it? It's very good. Bu çox yaxşıdır, elə deyilmi? Deyilənlər burada bilməyimiz. And there are people that become like against the church. Elə adamlar var ki, birdən qalxıb kilsəyə qarşı çıxırlar. And they speak about it from house to house. Və evləri gəzə-gəzə bu barədə danışırlar başqalarına. In our age, they are on social media. Bizim günlərdə bunu onlar sosial media vasitəsilə edirlər. So that happens. Yəni belə şeylər baş verir. It should not happen in the church with our people. Amma kilsədə bizim insanlarımızla belə şeylər baş verməməlidir. Yes, we should learn how to think.
Biz düşünməyi öyrənməliyik. learn about prayer, Dua etmək haqqında öyrənməliyik. good works, Yaxşı işlər görməyi öyrənməliyik. learn about serving each other, Bir-birimizə xidmət etməyi öyrənməliyik. winning souls, Müjdəçilik edib qəlbləri udmağı öyrənməliyik. encouraging people. İnsanları ruhlandırmağı öyrənməliyik. All right, now we look at verse 17. İndi isə biz 17-ci bəndə baxacağıq. It says, "Let the elders that rule well be counted worthy of double honor." Burada deyilir, kilsəni yaxşı idarə edən ağsaqqallar, onlar iki qat ehtirama layiq olmalıdırlar. This is actually about money payment. They're getting paid for their work. Və burada əslində o cür ağsaqqalların gördüyü işlərinə görə ödəniş və ya zəhmətlərinə görə nəvacib haqqında deyilir. So you have people that have a official position in the church. Yəni burada kilsədə rəsmi mövqe və ya vəzifə tutan adamlardan söhbət gedir. They have the oversight of the church activities. Onlar kilsə fəaliyyətini nəzarət altında saxlayan adamlardır. And you have the deacons that are helping. Eləcə də onlara kömək edən diakonlar var. So we just had a marriage seminar at our church, and it was very successful, but there were a lot of people involved. Və bizim elə bu yaxınlarda kilsədə nigah haqqında seminarımız keçdi. Çox uğurlu bir tədbirimiz oldu, amma çoxlu insanlar o tədbiri təşkil etməli idi. Now, many of us, when we begin in the ministry, we volunteer. We're not paid. Və bir çoxlarımız yeni kilsəmiz başlayanda biz könüllü xidmət edirdik, yəni xidmətimizə görə ödəniş almırdıq. But we do it out of our hearts. Amma etdiyimizi sidq ürəkdən edirdik. Without money. We're not thinking about money. Yəni pul haqqında fikirləşmədən, pulsuz bunu edirdik. So many times we have a job or money, and then we have money so we can give it away, or we have a job so we can live and volunteer in the church. Çox vaxt bizim öz işlərimiz var və ya ehtiyatda vəsaitimiz, pulumuz var. Ona görə biz bunlardan istifadə edərək könüllü xidməti kilsədə yerinə yetirə bilirik. But the church also does need full-time workers. Amma kilsəyə eləcə də tam ştat xidmət edə biləcək xidmətçilər lazımdır. The church is growing. One way for the church to grow is to have somebody full-time. Və bu cür kilsə böyüyür. Və kilsənin böyüməsi üçün yollardan biri də məhz belədir ki, oradakı xidmətçilər tam ştat əmək haqqı alaraq işləsinlər. Because they can pray, Çünki onlar dua edə bilir, they can study, onlar Tanrının sözünü araşdıra bilir and administrate. və inzibat məsələlərində xidmət edə bilir. Yeah, so this is the idea is not to muzzle out the ox. This is verse 18. Do not muzzle the ox while it is treading out the grain. Və fikir də burada ondan ibarətdir ki, 18-ci bənddə deyildiyi kimi, xırman çəkən öküzün ağzı bağlanmasın. And that's Deuteronomy 25, verse 4. Və bu da Qanun Təkrarı kitabı 25-ci fəsil 4-cü bənddən gəlir. And Paul says, Leviticus 19:13. Levlərə kitab 19-13-ə baxsaq, And we have Deuteronomy 24:15. və eləcə də Qanun Təkrarı 24-15-ci bəndə baxsaq, And that Paul did say he deserved, he earned the right to receive money from the congregation. burada həvari Paul layiq sözünü istifadə edir ki, yəni bu cür xidmətçilər, onlar nəvacib, yəni maaş almağa layiqdirlər. And that's 1 Corinthians 9. Bu da Korinflərə 1-ci məktub 9-cu fəsildən gəlir. Verse 15. 15-ci bənd. Also, Paul said to the Thessalonians that he wasn't interested in their money.
Eləcə də Əvari Paul Salonikdəki imamlara deyirdi ki, onun, yəni Paulun marağı yox idi Salonikdəki kilsənin pulunda. in 1 Thessalonians 2. Saloniklara 1-ci məktub 2-ci fəsildə. But he did receive support from the Philippians in Philippians 4. Amma Filippilərə 4-cü fəsildə o Filippidəki kilsədən dəstək, maliyyə dəstəyi almışdı. So he was aware also of the attack against the ministry. Yəni Həvari Paul agah idi, onun xəbəri var idi ki, kilsəyə qarşı nə cür hücumlar baş verə bilər. That we would be motivated. The attack would be that the reason you're doing this is for money. Yəni hücumun da məğzi, mahiyyəti ondan ibarətdir ki, hə, sən bu xidməti göstərirsən çünki pula marağın var. Yeah, so he has two things in mind. One is we're not motivated by money. On the other hand, we earn it by our work, our labor, and he talks about that there in that verse. Yeah, go ahead. Yəni bu məsələnin iki istiqamətdə mövqeyi var. Birincisi bizim pula motivasiyamız olmamalıdır ki, pul xətirinə nəsə edək. İkincisi də odur ki, biz çalışırıq, zəhmət çəkirik və zəhmətimizin də haqqı var. Biz layiqik, biz qazanmışıq ki, bizə bu pul ödənilsin. In verse 17, he says they are worthy of who labor in the word and doctrine. Və burada 17-ci bənddə deyilir ki, vəz və təlim işində zəhmət çəkənlər layiqdirlər. So labor if you are a pastor, then work and labor in the word as a way of life and doctrine, and you're going to feed the flock. Və əgər sən pastorsansa, onda Tanrının sözünü araşdırmaqda, onu tədqiq etməkdə zəhmət çəkməlisən, çünki sonra da sən bunun nəticəsində sənə həvalə edilən sürünü yedizdirməlisən. People are going to say, "Oh, that message fed me." Adamlar da sənə qulaq asıb sonra deyəcək, "O, sənin dediyin vəz məni qidalandırdı." Yeah. Keep your messages fresh. Və vəz etdiyiniz vəzləri təravətli saxlayın. Don't always have the same message, and don't always have the same style, and don't always be so predictable, but learn to minister to people. Hər dəfə eyni vəzi etməyin, bir vəzi dönə-dönə təkrarlamayın və vəzlərinizi ələ etməyin ki, sizə qulaq asanlar artıq qabaqcadan bilsinlər ki, siz nədən danışacaqsınız. Qoy bu sizin vəzləriniz təravətli olsun. Yeah, in 1 Timothy 4, Paul says that to Timothy, to be reading, to be an example, to give yourself wholly to the word. Paul bunu Timoteyə 1-ci məktub 4-cü fəsildə deyir ki, Timotey Tanrının sözünü oxusun, o başqalarına nümunə olsun, o bütövlüklə müqəddəsliyə özünü həvalə etsin, özünü təslim etsin. And that's what I learned from Dr. Stevens. I learned like there was never two messages the same. There was always something fresh and availability to the spirit and the congregation. Və mən özüm də bunu Dr. Stevensdən öyrənmişəm. Onun altında xidmət edərkən, rəhbərliyi altında mən heç vaxt 2 dəfə eyni vəzi eşitməmişəm. Onun etdiyi vəzlər, təlimlər hər zaman təravətli olub və o hər zaman öz xidmətində sözlə müqəddəs ruhu ötürüb bizə və eləcə də cəmaata, kilsə cəmaatına bununla xidmət edib. Yeah, and then when you have a message, then you will have also more people. When you have more people, you have more responsibility. Və sənin vəzlərin mətləbli, mahiyyətli olanda, təravətli olanda, onda təbii ki, ətrafında daha çox adamlar olacaq. Daha çox adamlar olduqca da təbii ki, bununla daha çox məsuliyyət üzərinə gələcək. You know, last night in our service, we preach about the ministry is very valuable. The value is very important.
Dünən axşam kilsə toplantısında etdiyimiz vəzdə biz deyirdik ki, bizim xidmətimiz çox dəyərlidir, o çox vacibdir və biz onun qarşısına qalmalıyıq. The ministry changes people's lives. Göstərdiyimiz xidmət insanların həyatını dəyişir. The people get saved. Nəticədə insanlar xilas olur. They become occupied with healthy teaching. Nəticədə onlar sağlam təlimlə məşğul olmağa başlayırlar. The world is actually empty. Və əslində dünyaya baxanda dünya boşdur. It just feeds the appetites of Dünya, our flesh. dünya sadəcə bizim cismani təbiətimizin iştahını açır. But Christ teaches us we have an appetite that is healthy, so we become healthy people. Amma Məsih bizə öyrədir ki, bizim sağlam iştahımız olsun ki, nəticədə qidalanaraq biz özümüzdə sağlam insanlar olaq. You look at verse 18. 18-ci bəndə baxın. Where the scripture says, you shall not muzzle the ox that treads out the corn, and the laborer is worthy of his reward. Burada deyilir, çünki müqəddəs yazıda belə deyilir. Xırman çəkən öküzün ağzını bağlama və işçi öz haqqına layiqdir. And Paul writes in 1 Corinthians 9, he says the same verse, but he says, does God care about oxen? Or is this written for us? That he's saying, if you work, you should be paid. Həvari Paul eyni sözləri Korinflərə 1-ci məktub 9-cu fəsildə deyir və bunu deyəndən sonra o əlavə edir, deyir, məyər Tanrı burada öküzləri mi bilavasitə nəzərdə tutur, yoxsa bizi və əgər biz zəhmət çəkiriksə, onda biz layiqik ki, bizə hörmət göstərilsin, yəni bizə ödənilsin. In the verse 17 says that the pastor should be paid double. Və 17-ci bənddə eləcə deyilir ki, pastora 2 qat hörmət göstərilməlidir bu baxımdan. That's nice. Bu yaxşıdır. Printed. That's so if he's paid $50, then he could be paid $100. He could be paid double. Əgər xidmətçilərə kilsədə deyək $50 xidmətlərinə görə ödənilirsə, onda pastora 2 qat, yəni $100 ödənilməlidir. Meaning of verse 17. Bu 17-ci bəndin mənasıdır, yəni. I don't know that you do that in Baku or in Nepal, or we don't do that here, but we do take care of our people. Mən bilmirəm, siz orada Bakıda və ya Nepalda ya başqa yerdə bunu edirsiniz ya yox. Biz burada, Baltimore'da bunu etmirik. Amma bir şeyi dəqiq edirik ki, biz insanların qayğısına qalırıq. But actually, we have a big staff. Əslində bizim böyük işçi heyətimiz var Amerikada. And I pay people really well. Many of our people are under the average pay. Və bir çox ştatda olan xidmətçilərimizə ödənilən maaş da ortalama maaşdan daha aşağı səviyyədədir. And in many cases, the man who works for the ministry, his wife has a job. So with two incomes, they're able to live. Və bir çox hallarda xidmətçimizin həyat yoldaşı, deyək, kişi xidmət eləyir kilsədə, arvadı isə dünyada işləyir və nəticədə balaca maaş kilsədən alan və həyat yoldaşı da dünyadan aldığı maaşla ikisi bir arada ailəni dolandıra bilirlər, yəni. Now, another verse before we leave the subject is Colossians 4:17. Digər bənd ki, bunu da deyək, Koloslara 4:17-dir. And that is Archippus. It's a particular, specific word to a man by the name of Archippus, that he would be careful to fulfill his ministry. Və burada müəyyən bir adamın adı qeyd olunur, yəni Arxip qeyd olunur və ona tapşırıq verilir ki, Rəbdə sənə tapşırılan xidməti diqqətlə başa çatdır. And Paul said, this ministry you have received from the Lord, that you be careful to fulfill it. Now, we don't know what it was,
But that's an interesting word that you have received a ministry from God and that you would be careful to fulfill it. Burada arxipə Rəbb tərəfindən ötürülən və ya tapşırılan xidmət var. Dəqiq nə xidmətdir biz bilmirik, amma tapşırıq ondan ibarətdir ki, sən onu diqqətlə nəzərə alaraq bu xidməti başa çatdır. Mhm. Because it's valuable. Çünki bu xidmət çox dəyərlidir. The office of a pastor teacher is valuable. Pastor müəllim xidməti, yəni ofisi çox vacibdir, dəyərlidir. Because he will produce a healthy church. Çünki onun xidməti nəticəsində sağlam kilsə yaranacaq. People that learn how to live. İnsanlar yaşamaq tərzini öyrənəcəklər nəticədə. We know that there can be error with an individual in the church, an error with a pastor. There can be error in some relationship. So now he's speaking about that in verse 19. Və biz bilirik kilsədə adamlar səhv edə bilər, xəta edə bilər, pastor xəta edə bilər. Ondan sonra münasibətlərdə müəyyən problemlər yarana bilər və indi növbəti 19-cu bənddə Həvari Paul məhz buna müraciət edir. Against an elder receive not an accusation, but before 2 or 3 witnesses. Burada deyilir, 2 yaxud 3 şahid olmadıqda bir ağsaqqala qarşı olan ittihama əhəmiyyət vermə. Now, this can be read a few different ways. One of them is that that there are 2 or 3 people who are accusing an elder of something immoral or something that is not right. Və bu bəndi 2 cür başa düşmək olar. Birinci yol ki, 2-3 nəfərin şahidin qarşısında bir ağsaqqal səhv bir iş görüb, deyək əxlaqsızlıq edib ya hansısa bir başqa bir günah işlədib. Yeah, so let me see here. We also have the possibility of an elder or a leader of being accused falsely. Eləcə də belə bir ehtimal yer var ki, rəhbər və ya ağsaqqal səhvən saxta yollarla ittiham edilsin. But so there must be witnesses. Yəni hər halda şahid olmalıdır. And the witnesses have to have names. Və bu şahidlərin də adları olmalıdır. When they bring their accusation, they need information. Yəni ittiham irəli sürüldükdə onlar məlumat təqdim etməlidirlər. And so this it has to be proven to be true. Və bu məlumatların da doğru olması sübut edilməlidir. Yeah, because the elder could deny it. Çünki ola bilər ki, ağsaqqal boynuna almasın, desin ki, mən bunu etməmişəm. And Timothy needs to make correct evaluation. Və buna görə də Timoteyə düzgün qiymətləndirməni həyata keçirmək lazımdır. Yeah, because the elder is easily accused by gossip or people slandering, making up an accusation. But Timothy cannot operate that way. Timothy has to have the evidences. Çünki kilsə həyatında ağsaqqalları rahatlıqla ittiham etmək mümkün olur. Qeybət nəticəsində, kimlərinsə hansısa bir rişxənd münasibəti nəticəsində və bu cür çoxlu ehtimal olunan ittihamlar arasında Timotey bir pastor olaraq sağlam olmalıdır, müdrik olmalıdır ki, ayırd etsin hansı ittihamlar doğrudur, hansılar isə boş havadan gəlir. It's like Timothy is over the elders, so the elders, Timothy's position is to make a right evaluation about the accusation. Yəni Timoteyin xidmətdəki vəzifəsi ağsaqqallardan daha yüksək olduğuna görə onun xidmətində vacibdir ki, o bu cür məsələlərdə düzgün qiymətləndirmə apara bilsin. And if the accusation is true, then the elder has to be rebuked.
və əgər irəli sürülən ittiham doğrudursa, onda həmin bu ağsaqqal da ifşa edilməlidir. He has to be corrected. Yəni o düzəldilməlidir. If it is not true, then the accusers need to be rebuked. Əgər irəli sürülən ittiham doğru deyilsə, onda ittihamçı məzəmmət edilməlidir. All right, so that people are to be warned that you shouldn't do this unless you are correct. You need to be warned not to bring an accusation, a false accusation. But if it's true, then you need to be respected and honored for that. And that is to be embraced, and the elder is to be corrected. Və bu kilsəyə xəbərdarlıq olaraq deyilməlidir ki, cəmaət kilsədə bilsin ki, onlar yalandan kiminsə nəyisə haqqında şahidçilik etməməlidirlər. Amma əgər həqiqətən də bu məsələ baş veribsə və ittiham irəli sürünürsə, onda bu məsələyə hörmətlə yanaşılır və ittiham olunan, yəni doğru şəkildə ittiham olunan ağsaqqal da o ifşa olunur və ya məzəmmət edilir. And the elder is to be there needs to be credibility in the church that governance is happening correctly. Və kilsədə, kilsənin rəhbərliyinə dair etibar münasibəti olmalıdır ki, kilsə rəhbərliyi bu cür məsələlərdə kilsəni düzgün idarə eləyir və məsələləri düzgün çözür. But there are congregations that ignore church discipline. Amma kilsə cəmaatı da ola bilər ki, kilsədə rəhbərlik tərəfindən təqdim olunan intizam qaydasına xor baxır. Yeah, they don't have church discipline. Onlarda kilsə nizamı yoxdur. And then we lose credibility. Onda nəticədə kilsənin rəhbərliyinin etibarlılığı da öz səviyyəsini itirir. So in our church, a pastor could lose his ordination. Bizim kilsə qaydasında belə hallar baş verərsə, pastor ordinasiyasını itirə bilər. Violating church teachings. Kilsədə öyrədilən təlimə qarşı çıxırsa və onu pozursa, or being immoral with women. Və ya qadın xeylaqları ilə əxlaqsız münasibətlərə qoşulursa, that just happened with one case in India. Və bu yaxınlarda belə bir hal baş vermişdi. It happened in one case in Africa recently. Yəni Afrikada xidmətimizdə bu baş vermişdi. These are not decisions. Baltimore doesn't make those decisions, but the local churches do. Və bu cür hallar dünyanın müxtəlif nöqtələrində olan xidmətimizin kilsələrinə baş verəndə qərarı Baltimore çıxartmır. Həmin o yerli kilsənin rəhbərliyi çıxarır. And the local church needs the governance over them. Və yerli kilsənin rəhbərliyi bu cür məsələlərə həll gətirməlidir, qərar çıxarmalıdır. So as a pastor, I want to be responsible to the people over me. Eləcə də bir pastor olaraq mənim üzərimdə olan adamlara, xidmətçilərə qarşı mənim məsuliyyətim var, məsuliyyətli olmalıyam. And if I'm having a problem and I'm unhealthy, I'm having a problem in also the lust for money or mishandling money. If I am unhealthy, I should go get help. Və əgər məndə problem varsa, yəni ruhani məkanda qeyri-sağlam bir hərəkətim varsa, pula meyilliyim var, şəhvətim var və hansısa başqa bir sahədə günahım varsa, onda mənə kömək göstərilməlidir. Yəni mənim düzəldilməyimə ehtiyac var. And if I'm jealous of another pastor, if I'm a pastor and I'm jealous of another pastor or I have approbation, I want his recognition, or then that can produce sowing discord. And if I am that, I need to get help so that I stop doing that. I cannot sow discord as a leader. Və əgər mənim bir pastor olaraq başqa pastora paxıllığım varsa və ya özümü onunla müqayisə edərək məndə özümü qürurlandırma şəhvəti varsa,
və bu da həll olunmursa, həllini tapmıramsa nəticədə bu kilsənin bölünməsinə və ya ayrılmasına baş verə bilər. Bu cür hallarda mənimlə bu məsələlər həll edilməlidir və mən düzəldilməliyəm ki, kilsə bölünməsin. Now remember, Paul is telling Timothy to be bold and to be confident, and he's saying God has not given us a spirit of fear and love, and so Timothy did have this tendency to be non-confrontational. Yadınızdadırsa, Həvari Paul Timoteyə deyirdi ki, sən cəsarətli olmalısan, səndə bu əminlik olmalıdır ki, səndə Allah Taala verməyib qorxaqlıq ruhunu, amma qüdrət və məhəbbət və ağlı kamallı olma ruhunu verib ki, sən bu cür vəziyyətlərdə konfrontasiyaya girməyə meylli olmalısan, qorxmamalısan bu cür münasibətlərə girib məsələni həll edəsən. And I do think there are people that with that temperament that they don't want the confrontation. But Paul says in verse 21 to Timothy, he's saying, I charge you before God and the Lord Jesus Christ and the elect angels that you observe these things without preferring one before another. Do nothing by partiality. Və mən inanıram ki, bəzi pastorlarda belə bir temperament var, harda ki, onlar çəkinirlər, onlar istəmirlər konfrontasiyaya daxil olsunlar. Və bu cür məsələlərə dair Paulun Timoteyə dediyi söz 21-ci bənddə yerinə düşür. O deyir ki, Allahın, Məsih İsa'nın və seçilmiş mələklərin önündə sənin öhdənə qoyuram ki, ayrı seçkilik salmadan, tərəfkeşlik etmədən bu təlimatlara riayət edəsən. Timothy could passively avoid certain confrontational relationships. He could avoid confrontation by preference. He could say, I don't want to get involved. I don't want to be involved. Misal üçün, Timotey pasiv şəkildə konfrontasiyalı vəziyyətlərdən uzaq özünü saxlaya bilərdi və deyə bilərdi ki, yox, mən bu cür məsələyə girişmək istəmirəm, bu mənə aid deyil və ya mənlik deyil deyə bilərdi. So let's look at this and we can, verse 19. Gəlin buna 19-cu bəndin perspektivindən baxaq. Against another receive not an accusation, but before 2 or 3 witnesses. So, in other words, the gossip at the tea house, the gossip at the coffee shop is not grounds to bring an accusation against an elder. Burada deyilir ki, 2 yaxud 3 şahid olmadıqda bir ağsaqqala qarşı ittiham onlara əhəmiyyət vermə. Yəni deyək çayxanada və ya coffee house-da oturublar kilsə adamları və kiminsə qeybətini qırırlar. Bu cür məsələ ağsaqqala qarşı ittiham çıxarılmaq üçün yaxşı əsas deyil. And then verse 20. Sonra 20-ci bənd. Them that sin rebuke before all. So it could read, the elder that is sinning, you rebuke him before everybody, or the other one is the accusation is false, and you rebuke the accusers publicly. Yəni burada bu bəndi 2 cür oxumaq olar. Burada deyilir ki, günah işlədən ağsaqqalları hamının qarşısına məzəmmət et ki, digərləri də bundan öyüd nəsihət götürsün. Ya da deyə bilərik ki, səhvən ağsaqqalı ittiham edəni məzəmmət etkinən ki, başqalarına bir ibrət dərsi olsun ki, onlar bu cür işlərə baş qoşmasınlar. So let's say the pastor is accused of mishandling money. Misal üçün pastora qarşı ittiham sürülür ki, o pulu düzgün idarə eləmir. So if it's true, he needs to be corrected publicly. If it's not true, the accusers need to be rebuked publicly. Əgər bu cür ittiham doğrudursa, onda pastor kilsə cəmaatı qabağında məzəmmət edilməlidir ki, bu işi səhv görüb. Əgər ona qarşı bu cür ittiham səhv ittihamdırsa, doğru deyilsə, onda ittiham edən tərəf cəmaat qabağına çıxarılmalıdır kilsədə və o məzəmmət edilməlidir ki, pastora qarşı belə bir yalan ittiham irəli sürüb. So that all others may fear.
Belə ki, burada deyilir ki, hamı bunu görüb qorxsun. Then verse 21, it says, don't do anything with partiality. Və 21-ci bətdə deyilir ki, heç bir şeyi riyakarlıqla ya qərəzliliklə eləməginə, predvziyata eləməginə. God told the prophet, do not be afraid of their faces. Tanrı peyğəmbərə demişdi ki, onların simasından, üzündən qorxma. He said that to Jeremiah. Tanrı bunu Yeremiya peyğəmbərə demişdi. Isaiah, how can you be afraid of man whose breath is in his nostrils? Yeşaya Tanrı deyir ki, sən necə nəfəsi burnundan gəlib çıxan adamdan qorxa bilərsən? In Isaiah 2:22. Yeşaya 2:22-də bunu oxuya bilirik. And then Ezekiel was told Sonra Yezekil peyğəmbərə də deyilmişdi that he would have a hard forehead. The forehead, he would have the hard, he would not be afraid. ki, onun alnı möhkəm olsun. Yəni alnının möhkəm olması da, yəni qorxmazlıq deməkdir, qorxmur adam. And Paul was not afraid. Və eləcə də Həvari Paul qorxmurdu. Timothy, Timotey, don't be afraid of this. sən də bu cür şeylərdən qorxma. Verse 22, 22-ci bənd. lay hands suddenly on no man. Deyilir ki, heç kimin üzərinə tələsərək əl qoyma. Let's finish with that verse. Və gəlin bu bəndlə bugün bitirək. Like, don't ordain people without seeing their character and their way of life. Yəni adamın xarakterini və həyat tərzinə bələd olmadan onları ordinasiya etməklə təyin etmə. If you do, you may be honoring a fool. Əgər tələsərək kimisə təyin edirsənsə, ola bilsin ki, hansısa bir axmağa deməli ehtiram göstərmiş olursan. And the proverb says, if you give honor to a fool, it's like putting a stone in a slingshot. Və deməli Süleyman peyğəmbərin məsələlərində deyilir ki, əgər sən ağılsıza hörmət göstərirsənsə, bununla sanki sən deməli silahın içinə güllə qoymusan ki, indi onu atacaqsan, yəni boşa gedəcək. A modern application could be putting a bullet in a gun. You're loading a gun. You're honoring the wrong person. Yəni səhv adamı ehtirama qaldırdıqca müasir dildə desək, sən tapancağı barıtla doldurmusan. Alov olacaq. Okay. So I could say perhaps we have done that in the past in our ministry. That happens. Mən deyə bilərəm ki, ola bilsin ki, bizim xidmətimizdə əvvəllər biz bu cür tüfənglərimizi barıtla doldurmuşuq, olub belə şeylər. When you have a very good man who's a student and godly and serving, then it's nice to honor him. But to make him a pastor, be slow about it. But you don't have to wait 10 years, but nor do you do it in 10 days. Yəni baxırsan ki, gənc birisi Bibliya institutunda oxuyur, çox ağıllıdır, çox belə maraqlı bir qabiliyyəti var ki, tələsməginə o cür adamı ehtiram edərək ona pastor qoyasan. Amma eləcə də pastor təyinatı üçün 10 il də çox uzun-uzadı gözləməginə, amma eləcə də 10 gün qısa bir vaxt kəsiyində də tələsik bir qərar çıxarma. Yeah, you don't do it in 10 months. Yəni 10 ay ərzində tez bazar kimisə təyin etdik. Yeah, we have 3 or 4 years of Bible school. Çünki bizim hardasa 3-4 illik Bibliya dərslərimiz, Bibliya kollecimiz baş verir. Then a couple of years of learning the ministry with another man of God. Ondan sonra digər Tanrının kişiləri ilə yanaşı digər 2 il vaxt ayırırsan ki, xidmət öyrənəsən. Then the overseers can make a decision. Ondan sonra da sənin xidmətinə baxan, nəzarət edən Tanrının kişiləri bu sahədə müəyyən qərar çıxarda bilərlər ki, səni pastor təyin etsinlər yoxsa yox. And in our history, we have actually many men that have been serving God faithfully for 30 years, 40 years, 50 years.
Və bizim ümumdünya xidmətimizdə çoxlu bu cür Tanrının kişiləri var ki, sədaqətlə Tanrıya və onun xalqına 30 il, 40 il, 50 il xidmət ediblər. Yeah, we are thankful. Və biz minnətdarıq Tanrıya bunlara görə. All by God's grace. Bunların hamısı Tanrının lütfünə görədir. And our teaching and training. Və təlimimiz və verdiyimiz deməli təlimat da. And we want to say we're thankful for you guys. Beləcə demək istəyirəm, biz sizə görə, burada Zoom-da olanlara görə də Tanrıya minnətdarıq. Amen. Amin.